Reklamsız Capcut necə endirə bilərsiniz, onu göstərəcəm. Endirdiyimiz Capcutu göstərim şimdi. Capcuta girirəm və 0 reklam gəlir. Onu göstərmək üçün şimdi məsələn bir video seçəcəm. Bir video seçdim və Capcutdan çıxıb girəndə reklam gəlirdi əvvəl. İndi çıxıb girirəm. Gördüyünüz kimi reklam gəlmir və videonu indi aktaracağam. Burada da 4K və bütün özellikler hamısı etmək olur. Buradan effektlərə də keçsək, internet bağlantısı olduğunu göstərim. Yəni internetdən ayrılmamışam. Gördüyünüz kimi effektlər də gəldi və videonu indirək 4K. Və gördüyünüz kimi reklam gəlmir. İndi isə bunu necə etmək olar, onu göstərəcəm. Gəlirik, ilk növbə Google Chrome'a giririk. Google Chrome'a girəndən sonra axtarış yerinə Capcut eski sürüm avtomatik çıxdı. Buna tıklayırıq və ilk çıxan sitəyə tıklayırıq. Burada biraz aşağılara gəlirik. Məsələn 2025 Capcut sürümü var. Burada gəlirik, buradan 2024, 2023 olan Capcut sürümlərini indiririk. Şimdi biraz da gedim. Ya da 2025 değil. Burada mesela 2024 var. 2024 Capcut sürümü. Ve burada aşağı gelirsiniz ve indir deyirsiniz. İndirip ve istifadə edirsiniz. Videoya baxdığınız üçün təşəkkür edirəm. Like atıp abone olmayı unutmayın.